qanun tələblərinə hamı riayət eləməlidir. Son dövrlər bir sıra qanunlarda, xüsusən əmək qanunvericiliyində dəyişikliklər olur. Bu dəyişikliklər də insanlarımızın mənafeyi üçün nəzərdə tutulur. Təbii ki, dövlət orqanları bəllidir. Orada nəzarət var, hamı nəzarət edir. Özəl sektorda müəyyən narahatçılıq var ki, bu yerinə yetirərlər, yetirməzlər. Amma qanun hamı üçün eynidir. Özəl sektorda bu qanun tələblərinə riayət eləməlidir. Söhbət cərimə mexanizminin tətbiq olunub-olmamasından getmir indiki halda. Qanunun yerinə yetirilməsindən gedir və vəzifəli şəxs əgər qanunu yerinə yetirmirsə, bunun üçün məsuliyyət nəzərdə tutulur. Ona görə də inanmıram ki, hansısa vəzifəli şəxs bundan vəzifəsindən sui-istifadə eləsin belə məsələlər üçün. Hər hansı güzəştlər varsa insanlarımız üçün, əməkçilər üçün o yerinə yetirməlidir. Təbii ki, müəyyən səhlənkarı ola bilər, deyir ki, bunlar istisna deyil. Amma bunda təbii ki, qarşı alınmalıdır.